Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Kanalımıza xoş gəlmisiniz. Bugünkü videoda oğlumla birlikdə Google'un çoxlarının bilmədiyi gizli funksiyalarını yoxlayacaq. Görəsən axtarışda hansı sözləri yazanda ekran fırlanacaq, pişik pəncələri çıxacaq, hansı maraqlı sürprizlərlə qarşılaşacağıq. Əgər belə maraqlı videoları sevirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildiriş zəngini açmağı unutmayın. Haydi vaxt itirmədən ekran görüntüsünü göstərim. Ekran görüntüsünü hal-hazırda sizlə paylaşacağam. Hazırsınızsa başlayaq. Ne? Hı. Deməli başladıq. Google-u açırsınız, səhifəni açırsınız, yazırıq deməli. Gördün? Bunda ekran fırlanır, səhifə fırlanır. Daha sonra ikincini deyirəm. Söz yazdıqda nə olur? Ekran əyilir. Gördün? Gördüm adı. Üçüncü yazırıq. Flip. Join. Coin. Bunda da pullar gəlir. Uy, burada pul var ya. Təkrar ataq. Sonra bunu Elçin araşdırmışdı. 67 yazırıq. 67 gedir eləmi Elçin? Ha. Gördünüz? Daha sonra heyvan səsləri var. Hayvan sesleri onu bilmirdim ben. Animal sound. Heyvan səsləri. Bax. Sesi var. Çoxlu bir sürü var. Xoruz. Nə istəsən hər heyvan səsi çıxır. Nəsə. Ben şöbət balığının sesini yaşatmamışam. Tıkla biləm. Tıkla. Gördün? İndi Elçinin istədiyi oyun. Peki. Yəni canınız sıxıldığında belə girib oynaya bilərsiniz. Saxlayaq. İndi ondan sonra oynayarıq da. Vaxt izləyicinin vaxtını çox aparamayaq. Sonra X0 oyunu var. Tic tac toe. Zaten onu bilirdim ben. Nəysə belə oynaya bilərsiniz. Sonra vaxtınızı çox aparmadan pişik pəncəsi yazdığınızda nə oldu? Gəlmədi. Hə, gəldi. Ekrana tıkladığınızda pişik pəncəsi gəlir. Dayandı da artıq yetər. Bu video mənə elə gəlir balacalarımıza daha çox maraqlı olacaq onlar üçün. Balacalarımıza daha çox maraqlı gələcək. Sonra eyni şeyi itdi yazırıq. İt pəncəsi gəlməlidir elə. Ha, daha önce gözde biraz ha. Arkadaşlar size bir şey diyeyim. En sevdiğiniz hayvanlar sizde çömlek mi, kedi mi? Yazarsınız. Benimki balık ya. Şir səsi istəyirsən, delfin səsi istəyirsən, yoxsa at səsi istəyirsən? Fil. Fil, delfin. Fil necə gedirdi? Elefant. Baxaq görək gəlir. Sonra canım sənə desin. Ürəyiniz istəyirsə kalkulyator onsuz da hər bir telefonda var. Ata gəldi. Kalkulyator belə burada kalkulyatordan istifadə edə bilərik. Yazdığınızda gəlir. Sonra timer. Atamız da gəldi bu arada. Evet. Timerimiz var. İstədiyimizdə vaxt ölçəni qoşuruq. Ne varsa? Cebi içersen. Hə. Anladın. Ekran kaydı alırıq. Evet. Hə. Sonra atamız getdi. Hə. Sonunda of. Leon. Hə, saniyə ölçəmiz də belə gedir. Bax. Uy, Gördünüz. ne kadar ciddi olmuş. Son olaraq bir dənə də yoxlayaq. Sənin xatırladığın nəsə varsa denən üçün. Ha, bir tane hatırladığım şey var. Holly. Metronom yazırıq. Metron. Ne güzel de. Bundan da mahnı yapabilirsiniz ha.
İndi görüntümüzə davam eləyək. Deməli, o dəftərdə gördüyünüz yazdıqlarımızın hamısını yoxlamağa çalışdıq. Əgər sizin üçün hansı maraqlıca oldusa qeyd eləyim. Valla mən bilmirdim, Elçin araşdırana qədər bilmirdim. Bunlardan xəbərim yox idi. Ümid eləyirik ki, bu maraqlı Google sirlərini bizimlə kəşf etmək sizin xoşunuza gəldi. Ən çox hansı funksiya sizi təəccübləndirdi? Dediyim kimi şərhlərdə mütləq yazın. Videomu bəyəndinizsə like etməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Növbəti maraqlı videoda yenidən görüşənədək sağ olun, Hələlik. salamat qalın. Hələlik. Hansı bildiyiniz gizemler varsa bize söyleyin. Ailem bilmedi ama ben bilirdim. Bu arada en sevdiğiniz gizem hansıdır? Ümid eləyərsiz. Sağ olun, salamat qalın. Hələlik. Abone olun. Hələlik.